Xoş gördük dəyərli izləyicilərimiz. Bugün tariximizdən danışacağıq, tarixçi ocağında. Proqramımızın qonağı əslində biz onun qonağıyıq. Tarix elmləri doktoru professor Nəsib Nəsiblidir. Bizimlə olun. Nəsib müəllim, xoş gördük. Hər vaxtınız xeyir olsun. Əslində xoş gəlmişik deyək. Növbəti dəfə sizin ocağınıza. Təbii ki, bu günlər tarix haqqında hamı danışır. Təəssüflər olsun ki, hamı danışır. Amma tarix haqqında danışmaq bir başqadır. Tarix haqqında iddialar etmək bir başqadır. Mən düşünürəm ki, ümumiyyətlə tarixçiliklə bağlı mənim bildiyim qədər bir historiografiya var. Bir də historiologiya var. Bunların birincisi hər kəsin öz tarixi haqqında fikir bildirmək, onları araşdırmaq hüququdur. Digəri isə sırf professionallıq, peşəkarlıq tələb edən bir sahədir. Siz bütün həyatınızı tarixçiliyə həsr edəmişsiniz. Qısa bir dönəmi diplomatik fəaliyyət və Milli Məclisdəkini hesaba almasaq, yəni ortaya qoyduğunuz əsərlər də bizim sizə bir peşəkar, profesional tarixçi kimi müraciət etməyimizə belə deyək, kifayətdir. Mən istəyərdim bugün tarix haqqında kimlər danışa bilər, tarix haqqında irəli sürülən fikirlərin belə deyək, əsaslı olub-olmaması ilə bağlı məsuliyyət var. Yəni, hər kəs danışa bilər, amma onun məsuliyyətini kimlər daşımalıdır və bir də tarixi insanlara təqdim etməyi metodologiyası mənim üçün çox maraqlıdır. Çünki illərlə biraz uzun olacaq sual, amma mən istəyərdim ki, verilişimizin əvvəlində izləyicilərimiz üçün də maraqlı olsun. Bəlkə o suallar, bu uzun sualı bölək. Sual şəklində yox, sadəcə fikir şəklində bildirim ki, illərlə insanları, məsələn, Sovet dönəmi tarixçiliyi ilə bağlı sizin də aşağı-yuxarı etdiyiniz üsyanlar var, bununla bağlı fikirləriniz var. Sovet dönəminin tarixçiliyində biz fərqli bir tarix konsepti ilə tanış olduq. Ondan sonra 80-lərin sonunda o konsept dəyişdi. Sonra 90-larda bir başqa, bu millət nəhayət ki, öz tarixi ilə bağlı, belə deyək, dilemma qarşısında mı qalıb, yoxsa bir çıxmaza mı düşüb və bütün bunlar açığı bizi üzən məqamlardır ki, niyə biz gəlib bu dönəmə çatdıq? Əslində elə verdiyim sualla bağlıdır. İstəyərdim ki, bu barədə ətraflı sizin fikirlərinizi eşidək. Rüfət bəy, xoş gəlibsiniz. Xoş gördük. Pünhan bəyə də salam olsun. İzləyiciləri salamlayıram. Günümüzün müzakirə mövzusuna keçməmişdən əvvəl əlbəttə ki, ümumi bir mənzəriyə bir baxaq. Siz dediniz ki, təəssüflər olsun ki, hamı tarixdən danışır. Mən bunu təəssüf eləmirəm. Tam tərsi mən hesab edirəm ki, hər kəs öz tarixinlə bağlı fikrə sahib olmalıdır. Yəni, tarix şuuru olmalıdır. Bizim Sovet dövründən qalma rəsmi tarixçiliyimiz də bu ehtiyacı ödəmir. İndiki nəslin və yaxud da orta nəslin o tələblərinə cavab vermir. Üstə gəl, o rəsmi tarixçiliyə şübhə ilə yanaşmaq bir yana qalsın. Sovet dövründə tarixçiliyi o qədər gözdən saldılar ki, tarixçilik deyəndə yəni tarixşünaslıq deyirik də. Və insanlarda bir şübhə var. Tarixçiyə də hətta bir sayğısızlıq var. Hər kəs tarixçi ola bilər deyə. Məşhur tarixçilərdən birisi Sovet dövrünün sonlarında, Perestroika dövründə dedi ki, tarixi o günə salıblar ki, çox bağışlayın. Onu əxlaqsız qadın eləyiblər. Yəni, rəsmi siyasətin bir xidmətçisi eləyiblər. Mən biraz da yumuşaldıram. İndi tarixlə bağlı dediyim kimi hər kəs öz fikrini söyləyir. Tarixi bir hadisə ilə bağlı. Buna mən müsbət yanaşıram, amma o söylənilən fikrin o şəkli, forması çox yanlışdır. Tarix haqqında danışan adam və yaxud da tarixçinin özü belə, profesional tarixçi belə prokuror deyil. O hökm verə bilməz. Tarix elminin missiyası, funksiyası
bugünkü günümüzə və problemlərin, bugünkü günümüzün problemlərinin həllinə yönəldilən bir elm sahəsidir. Yəni, bugün biz deyək ki, tarixdəki hansı bir hadisə ilənsə, hansı bir şəxslənsə, hansı bir tarixi dəyərlənsə fəxr eləyə bilərik. Qürur hissimizi oxşaya bilər, qürurumuzu oxşaya bilər. Amma daha ciddi tarixçilik eyni zamanda tarixdə nələr yanlış oldu. Bir vaxtlar Bernard Lewis'in bir məqaləsi var, məşhur tarixçilərdən birisidir. Amerikada yaşayırdı. Ben onunla görüşdüm. Dəfələrlə söhbətimiz olub. Onun bir kitabı var. Where Wrong. Belə bir kitabı var. Harda səhv getdi. Harda səhv oldu. Yəni tarixdə səhvlər də oldu. Ümumdünya tarixdə onun məşğul olduğu areal bu yaxın Orta Doğu idi. Eləmi? İndi bizim tarixdə də acı verici bugün təəssüf elədiyimiz o qədər hadisə olub ki, onları gizlətmək, qürurumuzu oxşayan hadisələri vermək bu tarix elminin ciddiliyini kölgəyə salan bir hadisədir. Bir də baxın, bu niyə bizdə əslində bu tarixdən danışmaq zövqlü bir işdir. Keçmişdən danışmaq zövqlü bir işdir. Bəzən amma bu tarixi mövzularda müzakirələr çox pis bir şəkil alır. Nədən? Hər kəsin bugün ifadə azadlığı var. Çünki niyə? İnternet deyilən yeni bir hadisə ortaya çıxdı. Əgər Avropa, Qərb ölkələri bunu minlərlə insanı qurban verməklə, yəni fikir ifadə azadlığına sahib oldularsa, qeyri-qərb dünyası, Avropa dünyası buna internet vasitəsilə nail oldu. Amma ondan biz necə istifadə edirik? Adamın tarixdən heç anlayışı yoxdur. Elə hökm verir ki, adam təəccüb edir. Yəni bu hökmü sən kimdən aldın? Bu haqqı kimdən aldın daha doğrusu belə hökm verirsən? Bu məsələnin mənfi tərəfidir. Mən əslində üzr istəyirəm, bayaq verilişin əvvəlində o hökm verməyi təəssüfləndim. Əlbəttə. Onu təəssüfləndim. Çünki siz əsərlərinizin birində mən sizdən oxumuşam onu, etiraf edeyim ki, deyirsiniz ki, tarix haqqında iki cür baxış mövcuddur. Biri populist təbliğatı, biri obyektiv elmi. Elə deyilmi? Pragmatist tarixçilik də deyilir. Bəli, pragmatist tarixdir. Bəli. Yəni bizim bugün əksər insanlarımız, mən görürəm də, arzuladıqlarını eşitmək istəyir. Doğrumu? Bu da populist tarixçiliklə. Çox doğrudur. Çox doğrudur. Amma bizim istədiyimiz həm də obyektiv elmi də. Ona necə nail olmaq lazım? İstəyərdim söhbətimizin davamında buna qısa deyim. Ümumiyyətlə tarixçilikdə iki cərəyan var. Bir neçə məktəb filan var, iki cərəyan var. Biri Herodot məktəbidir. Bu hekayəçi bir tarixçilikdir. Məsələn, Herodotun tarixin atası filan deyirlər. O tarix əsərində eşitdiklərini yazır. Purpirarı siz tanıyırsınız. Nasir Purpirarın o yazdığına görə bu əski İran, Persiya dedikləri, İran haqqında eşitdiklərini sorgulamadan olduğu kimi yazıb. Və onun bu bilgi qaynağı da bir əski Pers olub. Eləmi? Bir də var, obyektivliyinə inanmaq olmaz. Yəni bu obyektiv deyil. Biri də var Fukidid məktəbi. Fukidid məktəbi niyə belə oldu sualına cavab verir. Necə belə oldu deyil, niyə belə oldu? Buna da pragmatist məktəb deyirlər. İndi, baxın, mən dedim ki, bugünümüzdə tarix mövzularının populyar olması çox gözəl bir hadisədir. Obyektiv bir prosesdir. Sizin də iştirakçısı olduğunuz və bir neçəsində də məruzəçi olduğunuz, məqalə yazdığınız bu türkçülük çalışmalarında biz bu tarix məsələlərinə xüsusi önəm verdik. Yəni bizim əsas mövzularımızdan biri oldu. Tariximiz və tarixçiliyimiz. Bu üçüncünün
əsas mövzusu oldu. Sonra 4-cü türkçülük çalışmalarında da tarixdəki qəhrəmanlarımız və qurucu babalarımız bu məsələni danışdıq. 6-cıda biz milli simvollarımız və dəyərlərimiz. Orada da tarix məsələləri deməli öz əksini tapıb. Əlbəttə burada bir təxminən 60-70 məqalə öz əksini tapıb. Eləmi? Bu topullarda verilib. Bundan biz demirik ki bir nöqtə qoyduq. Amma ən azından biz buna cəhd eləyirik. İnsanlar da onları narahat eləyən məsələlərlə bağlı cavablarını tapmaq istəyirlər. Rəsmi tarixçilikdə bu yoxdur. Bir zamanlar mən bir məqalə yazmışdım. Azərbaycan tarixçiliyini 7 bəlası. Ona etiraz eləyən də oldu, amma əksəriyyətlə mən bir təqdir gördüm, onu da deyim. Bu nədir? İfrat dərəcədə siyasiləşdirildi. Rəsmi tarixçilik. Yəni 60-cı illərin 3 cildlik o qara üzlü o Azərbaycan tarixi kitabı. Bir də 2000-lərdə, yox 90-larda 7 cildlik 8-cini planlaşdırmışlar, amma çap olunmadı. 7 cildlik demək Azərbaycan tarixi o bizim milli kimliyimizi qarışdıran bir mənbədir. Və niyə görə? İfrat dərəcədə siyasiləşdirildi. İfrat dərəcədə ideologiyalaşdırıldı. İfrat dərəcədə deməli əzəlçilik öz əksini tapdı və burada olmayan bir neçə keyfiyyət də var. Onlardan birisi də bax bugün bizim üçün çox önəmli məsələdir. Müqayisəli analiz yoxdur. Biz müqayisə eləyə bilmirik. Biz deyək ki, Azərbaycanla Osmanlı, İran, deyək ki, ərəb ölkələri, Rusiya ilə müqayisə eləməyə qadir deyilik. Nədən? Sıradan bu oxucunu nəzərdə tuturam. Çünki biz heç bir dəyərdə və yaxud da keyfiyyətdə filan qonşudan və yaxud da lap uzaq qonşudan geri qalmadığımızı iddia edirik. Bu yanlışdır. Amma mən sizə bir şey xatırladım. Bizim o fikir böyüklərimiz vardı. Millətinə tənqidi baxışı var idi. Yəni Sabiri də daşqalaq eləmək istəyənlər var idi. Zaten Şirvani, Seyyid Əzim Şirvani daşqalaq eləmədilər. Ya Mirzə Cəlli. Niyə sən bu xalqın çatışmayan mənfi cəhətlərini üzə çıxardırsan, deyirsən. Onu deyirsən ki, diaqnoz qoymasan, o problemi həll eləyə bilmirsən. O problemin üstünə getmək lazımdır. Onlar da bunu elədilər. Amma bizim bugün rəsmi tarixçiliyə şübhə ilə yanaşan və ümumiyyətlə bugün çox narahat bir sosial, iqtisadi durumda olan vətəndaşımız əsəbi vəziyyətdə bütün hirsini onun kimi düşünməyən adamın üstünə tökür. Və bizə verilən bu imkandan gəlirəm yenə də həmin məsələyə. İnternetin verdiyi o ifadə azadlığı şansını da sıfırlayır. Bu çox təsir doğuran bir hadisədir. Amma obyektiv bir prosesdir. Bu millət özünü dərk eləməlidir. Özünü dərk eləmək, milli kimliyini də deməli anlamağın şərtlərindən birisi tarix şuurunun olmasıdır. Bu nə qədər etibarlı olursa, obyektiv olursa, o qədər yaxşı olur. Əslinə qalanda millət haqqında onlarla tərif var. Hər ölkənin öz şərtlərinə uyğun olaraq tərifi var. Amma ən çox yayılan təriflərdən birisi də və sizə bəsit gəlməsin, məncə çox doğru bir tərifdir. Millət nədir? Bir, keçmiş haqqında paylaşılan deməli təsəvvürlər. Gələcək haqqında paylaşılan konseptlər. Yenə təsəvvür də deyə bilərik. Yəni ortaq bir təsəvvür olandan sonra keçmiş haqqında ona millət demək olur. İki, olmazsa olmazlardan birisi budur. Və çox önəmli bir işdir. Keşke bu cür dava-dalaş şəraitində deyil,
sorgulama kültürünün olduğu bir ortamda bu meseleler müzakirə olunuydu və o anlamaq sevinci də ortaya çıxa bilirdi. Evet. Zamanında Mirzə Cəlil o anlamaq dərdi deyirdi. Yəni bir millətin bir mənfi tərəflərini anlamaq dərd gətirir, deyilmi? Bir də var, bir məsələni anlayanda ondan bir sevinç duyursan. Bu da çok güzel bir histir. Gerçekten. Evet. Hocam siz işare ettiniz ama ben bunu biraz da bu fikri açmak istedim ki meşhur Fransız psixologu Michel Foucault deyir ki her cəmiyyətdə dəliliyi təyin edən hakimiyyətlərdir. Söhbət siyasi sistemlərdən gedir. Gerçəkdən siyasi sistemlər istəsələr insanlar üçün saxta bir tarix də təqdim edə bilərlər. Çünki siyasi iradənin təqdimatıdır. Biz Sovet dövründə o saxta tarixlərin nə qədər şahidi olduq, istər çağdaş dönəmimizdən bağlı. Bizim gəlmiş keçmiş tariximizin ən belə deyək parlaq səhifəsi, şəxsən mən belə düşünürəm, Cumhuriyyətimizdir. Evet. O Cumhuriyyətimiz haqqında nələr yazıldı, nələr yazılmadı. Yəni bu Sovet dönəmində olmuş bir. Ona görə Sovet tarixçiliyinə əsla inanmaq olmaz. Eyni zamanda mən indi gəlirəm Sovet dövründə bizə təqdim olunan qəhrəmanlara. Bax, mən də orada yazmışam. O kitabda mən də yazdım. Mən Cumhuriyyət qurucularımızla bağlı yazmışdım. Çox maraqlı çıxışlar oldu, o cümlədən sizin də çıxışınız diqqətə layiq idi. Biz onun həm video variantını təqdim etdik, həm də kitabda var. Bizə Sovet dönəmində təqdim edilən qəhrəmanlar var ki, bugün o qəhrəmanlar sorğulanır. Cəmiyyət bunu bir mənalı qarşılamır. O qəhrəmanların sorğulanması hansı proseslərdən keçməlidir? Nəyə görə? Məsələn, çox uzağa getməyək. Bizim də Sovet dönəmində belə deyək, tanıdığımız, qəhrəman bildiyimiz şəxsiyyətlər var ki, bugün onlar gerçəkdən şübhə altına düşüb. Onların varlığı. Bununla bağlı ortaya çox maraqlıdır ki, yenə qayıdıram söhbətimizin əvvəlinə. Konkret olaraq elmi ocaqlar, tarixçilər deyil, ayrı-ayrı fərdlərin fikirləri ilə bu fikirlər formalaşıb. Bunu mən təəssüflə qəbul edirəm ki, niyə məhz bununla bağlı fundamental əsərlər ortaya qoyulmadı? Çünki insanlar illərlə, məsələn, vətənimizin güneyində 90'ların sonlarından Babək qalasına Səttarxanın bayrağı ilə gedirdilər və yaxud da Pişəvəri Milli 21 Azər hərəkatında Səttarxanın deməli portreti olan bayrağı qaldırmışdı. Bugün məlum olur ki, onların özlərinin də sorğulanan tərəfləri var. Amma 25 il, 30 il bundan qabaq həmin bayraqla, həmin düşüncə ilə, həmin fikirlə dağlara dırmaşıb, mən Babəkəm, mənə heykəl qoymayın siz deyən nəsil, atamız Babəkə kafər dedilər, bunu ayrılmaz yazmışdı şeirlərinin birində. Bax, bu fikirlərdən şairlər, yazıcılar, əsərlər yazırdı. İndi onlara deyirsən ki, baxın, bunun bizə dəxli yoxdur, bunu Əcəm idi. Əcəm idi, bunun türkə dəxli yoxdur. Bax, bunu insanlar necə qəbul edə bilərlər və bunu insanlara necə təqdim etmək olar? Hətta haqlı olsa belə həmin mənbələr. Rüfət bəy, bu daha çox da psixoloji bir məsələdir. Əlbəttə. Yəni insan əvvələn orta məktəbdə oxuduqlarını elə həyatının sonuna qədər adətən sorğulamadan davam elətdirir. Bir dəyər olaraq davam elətdirir. Adətən elədir. Amma zamanla, xüsusən də bizim Sovet dövründə indi yaşamırıq. Biz artıq neçə ildir müstəqilik və müstəqil bir tarixçiliyimiz olmalıdır və milli şuur gətirməlidir. Eləmi? Və o dəyərlərin birdən-birə yox olması çox ağrılı bir prosesdir. Çox. O psixoloji tərəf bir yana qalsın. Amma baxın, mübahisəli tərəflərini demirəm. Bir zamanlar Qatır Məmmədin heykəli var idi Gəncədə. Mən də ona Sovet dövründə həmişə tələbə olduğumuz dövrdə ona Qatır Məmməd demirdi, Eşək Məmməd deyirdik. Niyə Eşək Məmməd deyirdi? Çox bağışlayın. Yəni bu yarı ciddi, yarı zarafat deyirdi ki, bu belə adam mı olur? Milli dövlətinə qarşı çıxmış adam nətər xalq qəhrəmanı olsun. İndi onu götürüblər. Qatır Məmmədi müdafiə edən adamlar da var idi.
Hətta mən sizə bir şey deyim. Bu da bir dəyərdir, adlı bir dəyərdir. Bir dəfə Salih Məmmədov, Salih Əliyev çox bağışlayın. Moskvadakı. Moskvadakı mənim elmi rəhbərim olub. Namizədli dissertasiyanın elmi rəhbəri olub. Gəlmişdi Bakıya, dedi ki, gedək Gəncəyə. O Gəncəli idi. Getdi onun qohumlarından oturub söhbət eləyəndə ikidə bir Gəncə deyirdi və adam öz qohumudur. Dedi ki, bu Gəncə hardan çıxdı? Bura Kirabatdır da. Və Salih müəllim də nə qədər onu inandırmaq istəyir. Əlbəttə ki, Sovet dövrünün bir qorxusu var idi. Eləmi? Ona görə o Gəncə sözünü belə bir inqilabçılıq. Ya da Kirabatdan qabaq da Yelizavetpol idi də orası. Bəli. Və o adam indi əlbəttə ki, boynuna almaz. Deyər ki, indi bir hadisə idi, oldu, getdi. Ya da deyək, bir dəfə Milli Məclisdə bunun müzakirəsi və mübahisəsi də oldu. Qubalı Fətəli xan. Ben dedim ki, onun haqqında film var. O filmi Sovet dövründə çəkilib və çox da indi o keyfiyyətinə filanına görə də o fərqlənən üstün bir filmdir. Niyə göstərirsiniz onu? Orada nə təbliğ olunur? Rusiya ilə yaxınlıq, Rusiyadan kömək gözləmək və s. və ilaxırı ideyası budur. Ana fikri budur. Və itiraz etdilər. Dedilər ki, bizim qəhrəmanlarımız olmasa belə onu uydurmalıyıq. Kəşf eləmək özü. Ben de cavabında dedim ki, bizim yetəri qədər qəhrəmanımız var. O cümlədən Fətəli xanın oğlu. Oğlu. Şeyx Əli xan. Şeyx Əli xan 1822-ci ilə qədər ölümünün, həyatının sonuna qədər əlində silah Ruslara qarşı mübarizə apardı və hesab edirəm ki, o Azərbaycanlı Şeyx Şamildir. Hətta bəzi məsələlərdə Şeyx Şamil təslim oldu. O təslim olmadı. Biz onu tanımırıq. O bizim dərsliklərdə yer almır, amma Qubalı Fətəli xanı deyirik. Eləmi? İndi onun barədə söhbət etmir. Və yaxud da Azərbaycan istiqlalına düşmən olan, Rusiya ilə fərq yox hansı rejimdə olur olsun, ən yaxın ilişkilərdə olmaq məcburiyyətimizi olan bir ölkə kimi qələmə verən Azərbaycan, Cumhuriyyətə qarşı çıxan, sonra Osmanlıdan yardıma qarşı ki, bir yandan Azərbaycanın şərqində də, qərbində də məngənə altın içinə alınmış bir Azərbaycanı gəlib xilas eləyən bir qüvvəyə qarşı düşməndir deyən və bolşeviklərlə bir yerdə, Şamiyanla bir yerdə mübarizə aparan bir şəxsi biz qəhrəman sayırdıq. İndi də çoxları qəhrəman sayırıq. Nərman söhbət edir. Mən bizim o türkçü çalışmalarında da yazdım onu. Strateji məsələdə yanlış yolda olan bir adam taktik məsələlərdə qalib sayıla bilməz. Yəni, Azərbaycan istiqlalına düşmən olasın, milli dövlətə düşmən olasın və sonra da gəlib Levonla hansısa bir məsələni müzakirədə, milli mövqedə durmaq, onun bu ana strateji məsələlərdə səhv etdiyi günahı örtmür, bəraət qazanır. Hocam, qısa bir arayış verin bundan bağlı ki, bax burada Nərman Nərmanov təbii ki, sonradan öz peşmançılığını anlamışdı oğluna yazdığı məktubda. Və mən düşünürəm ki, ən ədalətli və ən obyektiv Nərman Nərmanov münasibət bundan ibarət ola bilər ki, Nərman Nərmanov, Əlheydər Qarayev, Səməd Ağa Ağamalıoğlu, Dadaş Bünyadzadə, Həmid Sultanov və s. Qəzənfərimiz bunlara nisbətdə pozitiv ola bilər. Nəinki ümumiyyətlə tariximizdə tarix şəxsiyyəti. Əgər başqa bir siyasətçi nəsli olmasaydı, yəni Rəsuzadə, yəni deyək ki, Topçubaşı, deyək ki, Nəsbəy Yusufbəylə, Xoysklə filan olmasaydı, deyərdik ki, elə müqayisənin yeridir. Amma o nəsil də var idi. Deyirdi ki, Rus imperializmi şəklini dəyişdirib. Əvvəlki imperializmdir. Və tarix də onu göstərdi. Və bugünkü nəsil də məncə onu anlamağa başlayır. Eləmi? Və doğru düzgün
bir tarix şuuru əldə eləyir. Metodoloji olaraq nə etmək lazımdır? Daha çox məncə bu bizim professionalların işidir. Amma bu demək deyil ki, tarixçi olmayan və yaxud da filologiya fakültəsini qurtarmış bir adam və yaxud da hüquq fakültəsini qurtarmış bir adamın tarixlə bağlı fikir söyləməyə haqqı olmamalıdır. Bunu iddia eləyə bilmərik. Doğru deyil. Amma burada bir fədakarlıq da olmalıdır. Niyə biz türkçülük çalışmalarının 3 konferansını buna həsr edirik? Çünki çox həssas bir məsələdir. Ortaya qoymaq lazımdır. Addım-addım yetmək lazımdır. Onu da deyim, psixoloji olaraq biraz əvvəl dedim. Sovet dövründən qalma o dəyərlərə tapınan şəxslərin o üstünə getməklə bu məsələni çözmək çox çətin olur. Addım-addım gedib, amma dediyim o Fukidid məktəbi var da. Fukidid məktəbi, pragmatik məktəb deyir ki, niyə? Faktla deyiləm mənə. Faktı qoy ortaya. İndi də baxın, bugünümüzün problemi var. Eləmi? Keçək indi başqa bir məsələyə. Bu məhzəb məsələsini bəlkə də bu ayrı bir müzakirə mövzusudur. Amma bizim üçün ən gözəli bu obyektiv tarixçiliyi ortaya qoymaqdır. Mənfi müsbət tərəflərindən bir yerdə. Özdə tarixçilik ağ-qara o mənzərəni qəbul etməməlidir. Nədir yəni? Birisi ideal qəhrəmandır, o birisi xaindir demək doğru deyil. Bir şəxsin, deyək ki, bir şairin ki biz ona klassik deyirik, bu milli dilin inkişafında çox böyük bir rolu var. Bəli. Amma Sovet dövründə həmin şəxs onlarla milli adamı satıb. Buna nə ağ, nə də qara rəngdə yanaşa bilmərik. Onun ağ tərəfində demək lazımdır, qara tərəfində demək lazımdır. Yəni siz dediksə yadıma Rəsulzadənin Çağdaş Azərbaycan ədəbiyyatı əsərindəki Səməd Vurğuna dediyi yadıma düşür. Əlbəttə. Yəni o Səməd Vurğun onun haqqında nə qədər yazsa da belə o qədər pozitiv yanaşır. Yəni obyektivlik və ədalət prinsipi budur. Mən onu Rəsulzadədə görmüşəm. Madam ki siz məsələsinə keçdiniz. Və bu arada onu da deyim. Əlbəttə buyurun. Əlbəttə bu da bir başqa bir müzakirə və mübahisə mövzusudur. Əlbəttə buyurun. Niyə Sovet dövründə Vaqif çox böyüdüldü? Vaqifin o şeir dili yeni bir hadisədir. Çox böyük bir deməli bir fenomendir. Bəli. Yeni bir mərhələdir onun o şeydə. Amma eyni zamanda onun bir vəzir olaraq, siyasətçi olaraq, yəni fəaliyyəti də var. Rusiya ilə yaxınlıq tərəfdarı filanları və Rusiya, daha doğrusu Sovet rejimi məhz həmin keyfiyyətinə görə Vaqifin böyüdülməsini istədi. Yəni Fətəli xanın nümunəsinin davamı deyək də. Bəli. Və yaxud da əvvəli. Ya onun bir başqa bir tərəfi. Zakir bizim ədəbiyyatda azmı belə deyək, xidmətimi deyək, yeri olan bir şəxs. İndi bizim izləyici düşünəcək, deyəcək ki, niyə bunları bir-birinə qarşı qoyuruq? Əsla qarşı qoymuruq. Dediyimiz odur ki, faktları gizlətməyik. Zaten pragmatik o tarixçiliyin elə mahiyyətdir bu. Fakta əsaslanır. O tərəfində deyək, bu tərəfində deyək. İnsan dünya görüşünə görə, dəyərlər sisteminə görə yanaşması olurdu. Deyilmi? Bəlkə kimsə onun bir dil baxımından yanaşması var və Vaqifi dahi bir şair hesab eyvallah olsun. O birisi də deyəcək ki, ya bu adam axı bizi Rusiyaya bağlayan bir adamdır. Biraz buna da əhəmiyyət verək. Nə olar ki? Məncə ağ-qara tablo bu tarixi şəxslərin dəyərləndirilməsində heç işə yaramayan bir işdir. Yəni məsələlərə maksimalist yanaşmağın tərəfdarı deyilsiniz. Yaxşı. Keçək Səfəvi məsələsinə, yəqin ki, izləyicilərimiz üçün də maraqlı olacaq. Çünki son günlərin
Əsasında bu mövzu artıq mövzu haqqında fikirlər seyrəlib, səngiyib bu mövzular. Amma bu mövzular haqqında tarixçilərdən daha çox tarixə marağı olan adamlar fikir bildirdilər. Bu da cəmiyyətdə bir mənalı qarşılanmadı. Və sonda tarixçilərin fikirləri, sizin də son günlərdə fikirləriniz təqdim olundu. İndi bizə də sual verə bilərlər ki, Nəsib Nəsibli o dönəmin tədqiqatçısı deyil. Əlbəttə ki, tədqiqatçı deyil, amma Nəsib Nəsibli tarixçidir. Və biz Cumhuriyyət tariximizi araşdıranda Qacarları da öyrənirik, Səfəviləri də öyrənirik, ondan qabaqki tarixi də öyrənirik. Ona görə bu məsələlərlə bağlı biz tarixçilərə müraciət etməliyik. Çünki o dönəmin tarixi də bizdə Sovet dönəmində öyrənilib. Son illərdə mən Səfəvilər tarixi ilə bağlı çox az yazılan əsərlərə rast gəlirəm. Maraqlıdır ki, mən Səfəvilər haqqında maraqlananda, məsələn, İranda yaşayan dönəmdə, İranda dövlət siyasətində Neo-Səfəvizm adlı bir cəryanla tanış oldum. Bəli, bu cəryanın da başında gəlirdi o dönəmin Xarici İşlər Naziri, sonradan Xamneyinin xarici məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayəti. O ölkənin əsas ideoloqlarından biridir və mən həmişə düşünürdüm ki, niyə məhz Səfəvilərə bu hakimiyyət bu qədər maraqlıdır? Qacarları açıq-aşkar aşağılayan bir rejim, türkü qəbul edəməyən bir rejim, Ağqoyunlu, Qaraqoyunluların adı yoxdur. Yəni 1000 ildən artıq İran taxt-tacına sahib olan bir türklərdən yalnız Səfəvilər. Bu məni şəxsən düşündürüb hər zaman. Və mən o, necə deyərlər, bir həvəskar, tarix həvəskarı kimi bu məsələlərlə bağlı aşağı-yuxarı oxumuşam. Amma sonunda yenə müraciət etdiyimiz mənbə tarixçi olmalıdır. O cümlədən hörmətli Nəsib müəllim. Və sualı belə qoymaq istəyirəm ki, bizim üçün Səfəvilər kimdir? Səfəvilərin bizim tariximizdəki yeri nədir? Və bunu Nəsib bəy haqqında, Nəsib bəyin demədiklərini də deyirlər hərdən. Amma öz dilindən eşidək ki, Nəsib bəyin Səfəvilərə münasibəti nədən ibarətdir? Çünki Səfəvilərin adı gələndə Şah İsmailin Uzun Həsənin, bizim böyük bir Azərbaycan türklərinin mənsub olduğu, ümumiyyətlə Türkün böyük dövlətlərindən biri olan Ağqoyunlunun Uzun Həsənin nəvəsi olduğu məsələsində isə arxa plana keçirilir və bəzən Ağqoyunlu məsələsində də onların bizə aid olmadığı fikirlər ortaya gəlir. Çünki Ağqoyunlunun mərkəzi Diyarbəkir idi. Mən istəyərdim bu məsələləri bir kompleks halında Nəsib bəydən eşidək. Buyurun. Rüfət bəy, o qədər geniş bir sual oldu ki, hissə gedək. Buyurun. Niyə Səfəvi mövzusu mənim də diqqətimdə oldu? Bir tarixçi olaraq bizim milli tariximizi bütöv olaraq görmək məcburiyyətimiz var. Yəni, deyək ki, hansısa dövrü yaxşı bilə bilərik, amma ümumiyyətlə həm təhsil aldığımız dövrdə, ondan sonra da işlədiyimiz dövrdə bütöv olaraq görmək məcburiyyətimiz var. Onu dəyərləndirmək məcburiyyətimiz var. Konkret, mənim bu məsələyə həssaslığım nədən qaynaqlanır? Namizədli dissertasiyam Güney Azərbaycan mövzusuydu. 60-70-ci illərdə Güney Azərbaycan və Tehranın Azərbaycan və Türk məsələsinə münasibəti. Rəsmi İran ideologiyasının şübhəsiz ki, bu tarixi keçmişə münasibəti. Və söylədiyiniz kimi, Türk dövlətlərinin, hətta Türk xanədanlarının heç birini, deməli onlar qəbul eləmirlər. Tək ki, Uzun Həsən deyil. Qəznəvilərdən üzü bəli. Bəli. Və onlar düşmən bilirlər. Səlcuqlar onların deməli nifrət etdiyi. Ən çox Səlcuqlara nifrət etdiyi. Bəli. Əlbəttə ki, mən də düşünürdüm. Əlbəttə ki, mən də düşünürəm ki, bunlar niyə belə hamısına düşmən kəsiliblər, amma Səfəvilərlə belə Səfəvilər haqqında xoş bir münasibət var. Bu məsələnin bir tərəfi. Və dediyim kimi, bu dərinə getdikcə bu 16-cı əsrin başları bizim tariximizin dönüş nöqtəsi olduğunu mən anladım. Baxın, biraz əvvəl söhbətimizdə də dedim. Mən də 2006-da başlayıb 2019-da bitirdim və həyatımın 13 ilini buna sərf elədim.
Azərbaycan tarixi, millət, dövlət, siyasət. Millətləşmə sürecində məzhəbin yeri. Onu da deyim ki, bəzi izləyicilər, daha doğrusu bu internet, Facebook mənsubları biraz fərqli bir fikir söyləyənə osa damağa vururlar. Bu sünni təəssübkeşidir və yaxud da şiə təəssübkeşidir filan, elə şey yoxdur. Yəni və yaxud da deyir ki, əgər biz bir sorğulama kültürünün tərəflərinlə məsələyə yanaşanda, bu Sultan Səlim tərəfdarıdır. Yoxdur elə bir şey. Nə dəxli var? Türkiyədə milli tarixçilik Sultan Səlimi hərəkətlərini müzakirə eləyir, mübahisə predmeti eləyir. Başqa ölkələrdə də onun kimi. Yəni, bir şəxsi ideallaşdırmaq bizim təsəvvürümüzdə elədir. Biz yenə də həmin məsələ, qara prizmada məsələyə yanaşırıq. Millətləşmə sürecində bizim milli tarixdə bu məzhəbin özəl bir yeri var. Daha konkret deyim, ilk dəfə bizim tariximizdə məzhəbin siyasiləşdirilməsi hadisəsi baş verdi. Ondan əvvəl şiəlik var idi. Buyutlar dövlətində var idi, deyilmi? Bizim elə sülalələrimiz olub ki, hakim ailənin bir üzvü şiə, bir üzvü sünni olub. Hətta Xəzərlər İmperatorluğu, xaqanlığı deyirik də biz ona. Orada Yahudilik də var idi, İslam da var idi, pravoslavlıq filan da var idi. Yəni, belə bir tolerant bir durum hakim idi. İlk dəfə olaraq 1501-də deməli, bir məzhəb ola bilər. Digər məzhəbə qulluq eləyənlər və yaxud da ona tapınanlar bizim düşmənimizdir deyib məhv oldu. Bu çox önəmli bir hadisədir. Son dərəcə önəmli bir hadisədir. Onun da adını mən məzhəbin siyasiləşdirilməsi deyirəm. Bugün biz siyasi İslamdan danışırıq, deyilmi? Bu, müsəlman dünyasına gətirdiyi o fəlakətlərdən bəhs edirik. Siyasi İslamın və siyasi İslamın da son qalasının, yəni İran İslam Cumhuriyyətinin nə halda olduğunu da görürük və bundan sonra da o hadisələrin gəlişməsi hansı istiqamətdə gedəcək onu izləmək məcburiyyətimizdir. Məzhəbin bu siyasiləşməsi isə obyektiv olaraq bölünməyə gətirib çıxartdı. Yəni nə oldu? Türk dünyasının bölünməyi. Tək Türk dünyası deyil ki. Rüfət bəy, Azərbaycan Respublikası əhalisinin, deyək ki, əksəriyyəti şiədir. Bir hissəsi də sünni, deyilmi? Bəli. Onu azlığı düşmən elan eləmək doğrudurmu? Və yaxud da azlıq çoxluğa düşmən gözündən baxmaq doğrudurmu? Deyil. Təbii ki, elə deyil. Güney Azərbaycanda əksəriyyət əlbəttə, böyük əksəriyyət şiədir. Amma sünni kəndlər varmı? Var. Qərbi Azərbaycan ostanda əhalinin bir hissəsi sünni deyilmi? Elədir. Və Türk dünyasının bölünməsindən bağlı bu hadisənin baş verməsi bizim fikir böyüklərimizi çox narahat edib. Ən böyük, mənim daha doğrusu belə deyək, deyə bilərlər ki, nə olsun o vaxt yazıb, amma həqiqəti yazın. Baxın, bu məqalədən mən oxuyum, ya da kitabdan oxuyum. Əhməd bəy Ağaoğlu'nun bu əsərini oxuyub dəyərləndirməyi tövsiyə edərdim. Bizim izləyicim. Klassik əsərdir. Çox gözəl məsələni izah eləyən bizim qaynaqlardan birisidir. Nə yazır? Və Ağaoğlu Nadir Şahın təşəbbüsü üstündən tez tələsi keçib getmir. Yəni, Nadir Şah Əfşarın Səfəvilərlə bağlı siyasətini bilir bizim izləyicilərimiz. Onun o fərmanını da bilir. Nadir Şah Əfşarın bizim milli tariximizdə tək sərkərdə kimi deyil, fikir adamı kimi də, siyasətçi kimi də çox müsbət rolunu dəyərləndirmək lazımdır. O özdə şiə idi. Qurduğu dövlət də şiə, əksəriyyəti şiə idi. Amma
Şiələrlə Sünnilər arasında düşmənçiliyin olmasının qəti əleyhdarı bir bizim böyük hökmdarlardan birisi idi. Eləmi? Əhməd bəy Ağaoğlu Nadir Şah haqqında nə yazır? Xalqdan törəmiş olan bu türk çocuğu cəhalətinə və savadsızlığına baxmayaraq yazıb pozmağı da çox zəif imiş. Türk vəhdətinin, Türk sülhünün qiymət və əhəmiyyətini idrak etmişdi. Bu vəhdəti pozan şiəliyə qarşı ədavət bəsləmişdi. Bu vəhdəti pozan, yəni birliyi, Türk dünyasının, Türkün birliyini ədavət bəsləmiş. Osmanlı türkləri ilə daima sülh ilə keçinməyi lazım bilmişdi. Türklüyün hakim olduğu digər yerlərdə Türk sülaləsinə toxunmadı və s. və ilaxır yazır. Və əlbəttə ki, bizim digər fikir böyüklərimizdən də mən alıntı verə bilərəm. Sabirdən alıntı verə bilərəm. Deyək ki, Seyyid Əzim Şirvani yazıb. Seyyid Əzim Şirvanidən. Deyək ki, Rəsulzadədən. Əlbəttə. İran türkləri məqaləsi ümumiyyətlə bu mövzuda yazılan birinci akademik əsərdir. Araşdırma əsərdir. Baxın, biz deyirik ki, tariximiz idealdır və hər şey gözəl olub. Güllük gülistanlı olub. Çox gözəl. İndi biz Azərbaycan türkü olaraq neçə milyondur deyə bilmirik, bunun özü bir problemdir. Bölünüb parçalanmışıq bir problemdir. Ən önəmli məsələlərdən birisi və həssas məsələlərdən birisi. Nədən Güney İrandakı türklük ümumiyyətlə, Güney Azərbaycan türklüyü xüsusilə bu Fars kültür çevrəsindən çıxa bilmir, orbitindən çıxa bilmir. Rəsulzadəyə istinad etmiş olsaq, İrandakı türklüyün farslaşmasının iki amilindən birisi məzhəbdir. Bu məzhəb Farsla bizi qardaş etdi, deyilmi? Və Osmanlı Səfəvi savaşları, bax bu düşmənlik üzərində ideologiyasını deyirəm. Əlbəttə ki, onun siyasi tərəfləri də var. Ondan heç danışmadıq, onu demədik. Amma o ideologiya təsir qoydu. Bu arada yaxşı ki, yadıma düşdü. Baxın, bunun bir siyasi tərəfi dedim var idi. Nədən bizim o Güneydoğudakı daha çox bu indiki Türkiye'nin güneydoğusundaki o ərazidən o Türk tayfaları ya da boyları Azərbaycana köçdü. Səfəvi ocağına pənah gətirdi. Bunu biz birinci növbədə gərək bunu deyək. Niyə? Çünki o dövrdə Osmanlıda bir mərkəzləşmiş bir modern dövlət qurulurdu. İlk addımlarını atırdı. Bu da nə demək idi? Bütün sakinlərin vergi vermək məcburiyyəti. Bütün sakinlərin deməli savaş zamanı savaşa qatılmaq məcburiyyəti. Səfərbərlik bəli. Səfərbərliyə müsbət cavab vermək. Amma bu Türk boyları ki orada məskun idilər, Güneydoğuda və əksəriyyət idilər. Diyarbəkir də onların mərkəzlərindən birisi idi. Yəni Ağqoyunlu dövlətinin paytaxtı olan Diyarbəkir. Bəli. Onlar bu Osmanlı'nın bu çağrışına qarşı özdə tək Güneydoğuda deyil. Biraz da hətta bu Xatay filan tərəflərindən də Zülqədirlər filanlar da gəldilər. Onlar dedilər ki, biz nə əskər verəcəyik, nə vergi verəcəyik. Dadaloğlu'nun şehrində deyir, Fərman Sultanın dağlar bizimdir. Dağlar bizim. Getdik dağlara. Dağlardayıq biz, o bizə toxuna bilməz. Amma bu tərəfdən də bu Səfəvilərin, Səfəvi ocağının nümayəndələrinin Cüneyd, ondan sonra Heydər, eləmi? O nümayəndələri oradadılar, təbliğat aparırlar və o Ələvilər arasında, Qızılbaşlar filanlar arasında sizi bunlara deməli bu Səfəvi ocağının bu ətrafında birləşməyə dəvət edilər. Yəni bu missiya idi. Bəli. Və ondan dolayı bunlar daha çox bura meyil eləməyə başladı. Nəinki o ideoloji tərəflərlə. Bax, bu vergi vermək istəmir. Əskər də
Sultanın əmrindən vermək istəmir. Özü qatılmaq Bu istəyir. Yəni Sultan müstəqil Mehmetin döneminde olan olaylar. değil mi? Bəli, bəli. Ondan sonra başlanan Bəyazitlə davam edən modern dövlət yaratmaq deməli cəhdləri idi. Eyni şey Təhmasib dövründə başladı və Abbas dövründə, 1-ci Abbas dövründə davam elədi. Çünki nədir? Bir de tarihe ayna tutaq kısa. Aha. Deməli İstanbul'un 1501. Yox, İstanbul'un fethi 1453, doğru mu? Bəli. Ondan sonra modern dövlət məsələləri İstanbul'un fəthindən sonra Bəli. yaran, doğru mu? Yeni vergi Harasa bir- sistemi, dəftərlər Bu və hardasa sair. Səfəvlərə qədər bir 50 illik yarım Bəli, əsrlik bir dönəmdir. bəli. Və Sultan Mehmetdən başlayır ta Səlimə qədər olan bu proses gedir. Çünki Eyvallah. İldırım Bəyazit dediniz. İldırım Bəyazit ondan öncə. Öndür. Öncə. Doğrudur. Yəni belə bir dönəmdə Türkiyənin, indiki Türkiyənin doğusunda, güney doğusu deyək də, yəni cənub şərqi deyək, Akkoyunlu dövləti vardı. Söhbət 15-ci əsrdəndir. Tək ora değildi ki. Ondan həmin o bölgənin xaricindəki türklər də köçdülər. Məsələn deyək ki, bunların arasında bir-bir deyə bilərik. Rumlu, Sivas, Tokat, Amasya. Ustaçlı. Sivas, Amasya, Tokat. Təkəli. Bu çox önəmli bir tayfa idi. Antalya bölgəsi. Güneydoğudan da. Şamlı, Sivas, Hələb, indiki Suriye'ye gedib çıxır. Deməli, oradadılar. Qazantep, Zülqədər, Maraş, Yozgat kimi bu böyük boylardır. Doğru. Varsaq, bizim Vağzalı deyirlər ha. Varsaq da elə məncə Vağzalı sözü də o Olar. çox şahane bir musiqidir. Hə. Varsaqlardan gələn bir şeydir. Tarsus, Adana. Tarsus'a gedib çıxır. Oradan gəldilər. Çepnilər. Cabanı da ondandır. Üzrsən, bunlar Ələvi olublar ki, gəliblər Səfəvlərə pənah gətiriblər. Baxın, Cüneyd özü o Cüneyd dövründə Səfəvi ocağı hələ Şiəliyə tam keçmir. Mən elə onu demək istəyirdim ki, axı bunlar Onu deyəcəm. Osmanlı Gəlin. sarayından xələt alan bir tayfa olub, Səfiyyəddindən, Sədrəddindən üzübəri. Necə oldu bunlar Şiəliyə üst tutdular? Gördülər ki, o tərəflərdə Ələvilik çox yayılıb. Ələvilik niyə yayılıb? Çünki Osmanlının rəsmi məzhəbi də sünnilik oldu. Amma o dövrdə, yəni hələ Səlim dövrünə qədər ki, bir zamanı deyirik. Səlim dövründə təxminən eyni proses oldu. Qəbul etməmək. Başqasını Daha qəbul sərt, etməmək. daha sərt siyasət. Səfəvlərdə olan proses orada da paralel olaraq davam elədi. O birisi tayfaların o coğrafiyasının filanını da Hələbdir. Yəni Türkiyənin başdan başa da bir qərbi Ələvilik yayılır. Və Cüneyd dövründə dediyim kimi bu Səfəvi ocağı sünnidir. Nədir? Əmir Teymurla görüşü zaman. Şiə deyildik, sünni idi. Və o 4 məzhəbdən 5-ci olurdu. 4 dediyimiz nədir? Şafilikdir, Hənəfilikdir. Həmbəlidir. Sonra Həmbəlidir, bir də Malikilikdir, eləmi? Bu artıq 5-ci nədir? Məzhəb olur. Hansı adla? O da bir başqa. Hansı adla? Səfəvilik adından. Və Şiəliyi də Cəfəri məzhəbi deyirik də daha doğrusu. 12 imam məzhəbi. Çünki Nadir Şahın Osmanlıya məktubunda onun adı Cəfərlik kimi göstərilir. İndi də var. Bəli, İndi də Türkiyədə Cəfəri. İmam Cəfər dərnəyi Sadiqin. Bəli. Fəxridir. Və gələk deməli birinci dedik ki, Osmanlıda bu Türk boylarına baskı var. Bu baskıdan qurtarmaq üçün indiki Azərbaycan coğrafiyasına meyl eləyirlər və Səfəvi ocağı da onları təhrik eləyir, nümayəndələr göndərir və s. və ilaxırı və eyni proses dediyim kimi daha böyük şiddətinlə Təhmasib və Abbas dövründə davam eləyir. Nədir bu? Tarixdən bəlli bir şeydir. İndi onu rədd etmək, bu yox bir uydurmadır demək doğru deyil. Təhmasib
Təhmasib Türk boylarını paramparça elədi. Niyə? Ona görə yox ki, onlara belə deyək, bir aşırı bir nifrəti var. Çünki onlar da vergidir, filandır. Yəni modern dövlətin tələblərini qəbul etmək istəmir. Vergi məsələsində, sonra təyinatlar filan məsələsində artıq Təhmasibdən başlayaraq Abbas dövründə də zirvədir artıq bu. Eləmi? Onlar dışlanmağa başladı. Təkəli tayfası. Baxın, təkəli tayfası Türkmənistanda da var. Azərbaycanda da var. Gürcüstanda da var, Türkiyədə var. Niyə? Çünki Təhmasib dövründə onları paramparça etdilər. Böldülər. Nədən böldülər? Mərkəzləşmiş dövlətin tələblərinə cavab vermədiyi üçün. Yəni, bu boy bəyləri özlərini qurucu bir element sayırdılar. Bu da doğrudur. Yəni, mən bunu dəfələrlə demişəm, Rüfət bəy. 12 yaşlı bir çocuq 1499-cu ildəki hərəkətə başlayır, dövlət qura bilməzdi. Bunu boy bəyləri qurdu. Hüseyn Lələ, Süleyman bəy. Əlbəttə onlar qurdular. Amma artıq təcrübə qazandıqca, deməli, dövlət hakimiyyətinə tam belə sahib bir şəxsə çevrildi. Türk bəyləri qurdu, elə mi? Əlbəttə. Bu iddialar. Və burada deyiləsi bir məqam da var. Biz 1000 illik Türk dövlətlərini, xanedanlar deməyik buna. Çox yanlış bir ifadədir. Türk dövlətlərinə sahib çıxmalıyıq. Hamısına. Səfəvi də buna daxildir. Ağqoyunlu da, Qaraqoyunlu da daxildir. Və bunun yanında onların siyasətinin mənfi tərəflərini də göz ardı etməməliyik. Ağ-qara deməli, o yanaşma da olmamalıdır. Dediyimiz o sorğulama kültürünün tələblərinlə bu məsələyə yanaşmalıyıq. Bu mənim görüşümdür. Çox gözəl. Biz əslində söhbətimizin sonuna yaxınlaşırıq, amma deyiləsi söhbətlərimiz çoxdur. Yəqin ki, növbəti dəfədə görüşəcəyik. Dəyərli izləyicilər, Nəsib bəyin, hörmətli aləmimizin fikrindən belə bir nəticə almaq olur ki, Səfəvilər dövlətinin formalaşmasında aparıcı ünsür, təbii ki, Şah İsmailin ətrafında olan lələlər, elədirmi? O bəylər olub. Bəli. Və həmin bəyləri, onların da boy bəylər olub. Tayfa başçılar. Yəni Səfəvi dövləti Türkün qurduğu dövlətdir. Buna başqa adı yoxdur. Amma Səfəvi dövlətinin yaranmasından sonra ortaya çıxan məzhəb məsələsi, elədirmi? Doğrudur. Məzhəb məsələsi sonradan bizim taleyimizdə elə bir rol oynayıb ki, biz bu məsələləri deməliyik. Mən belə anladım. Biz bu qızılbaşlığın şiəliyə dönüşməsi, çevrilməsi məsələsini demədik. Bu da ayrı bir mövzudur. Qızılbaşlığın şiəliyə çevrilməsi. Bəli. Yəni qızılbaşlığın türk mahiyyətindən belə deyək, şiəliyə keçiddə əslində o dövrdə və farsların ona sahib çıxması. Enində sonunda ona sahib çıxması. Yəni əslində Səfəvi bayaqlar siz dediniz, Şiə fikri məhz Səfəvilər dövründə yazıldı. Şiə fikri yarandı. Çünki yox idi o zaman, institut yox idi. Və ərəbləri dəvət elədilər. İndiki Livandan, digər ərəb ölkələrindən onun nəzəriyyəsi yarandı. Çox gözəl. Qızılbaşlıqda belə bir nəzəriyyə yox idi. Təriqət səviyyəsində idi. Amma məzhəbin olması üçün gərək onun fikri olar. Yəni onun nəzəriyyəsi yaranıydı. Bunu da ərəblər yaratdılar. Livan ərəblərindən eyni şey Osmanlıda oldu. Yenə də ərəblər bu Sultan Səlim xəlifə olandan sonra, xəlifəliyi ələ alandan sonra ərəbləri dəvət elədi. Onlar Əbu Suuddi filandır. Onlar bu sünni məzhəbini, bu nəzəriyyəsini yaratdılar. Eləmi? Çox təşəkkür edirəm. Biz qaldığımız nöqtədən davam edəcəyik növbəti görüşümüzdə. Biz harda qaldıq? Burada çox maraqlı məqamlar var. Qızılbaşlığın deməli şiəliyə çevrilməsi, siyasi şiəliyə çevrilməsi. O cümlədən həm İstanbulda, həm Təbrizdə fiqh
deməli institutunun yaradılması, İslam fikrinin yaradılması, bunun yazılması da var. Şiə fikri. Şiə fikri təbii ki. O tərəfdə də yəni bütün bunlar həmin bayaq hörmətli alimimizin fikir bildirdiyi ki, məzhəblə bağlıdır ümumiyyətlə. Hətta özünün də həmin dönəmlə bağlı tənqidi fikirlərdə məzhəblə bağlıdır. Çünki ona görə də biz məzhəb prizmasında bu məsələni dəyərləndirəcəyik. Baxın, məzhəbin varlığından deyil. Mənim bir məqaləm var idi, sizə də söyləmişdim. Onun nəticə hissəsi sizin də diqqətinizi çəkər. Məqalədən çıxan nəticə məzhəb dəyişikliyinə çağırış olaraq qəbul edilməməli. Mən demirəm ki, sən sünnisən, şiə ol, ya da şiəsən, sünni ol. Məzhəb Səfəvilərdən öncə olduğu kimi, o tolerant rejim dedikdə, olduğu kimi hər bir müsəlmanın şəxsi seçimi olmalıdır. Şəxsi məsələmdir. Bu dövlət buna qarışmamalı. Diktənin əleyhinəsiz. Bəli. Məntiqin yolu məzhəb ayrılığı siyasiləşdirilməməli ki, İran İslam Cumhuriyyəti bunu siyasiləşdirir. Fəhləvi rejimi dövründə də siyasiləşdirildi. Hətta ondan öncə birinci anayasada bu siyasiləşdirildi və başımıza bəla oldu. Məzhəb ayrılığı siyasiləşdirilməməli, siyasətə alət edilməməlidir. Məzhəbin siyasətə alət edilməsi keçmişdə də, indi də Fars irqçiliyinin işinə yaramış, Azərbaycan türkünün özünü tanımasına, doğru düzgün yol tutmasına mane olmuşdur. Aydındır, aydındır. Bu bizim deyirik, o ibrət alacağımız bu tarixi hadisədir. Yəni ondan çıxardığımız nəticə. Çox təşəkkür Bu edirəm. milli bir yanaşmadır mənim. Mən düşünürəm ki, elə növbəti verilişimizdə qızılbaş və qızılbaşlıqdan keçid dönəmini eləyək. Və ondan sonra o siyasiləşmə məsələsinə də bir baxaq. Çox gözəl olar. Çox gözəl. Çox təşəkkürlər dəyərli izləyicilər. Bugünkü görüşümüzə hörmətli alimimiz, tarix elmləri doktoru, professor Nəsir Nəsibli ilə bugünkü görüşümüzə bir vergül qoyuruq. Bu mövzunu isə növbəti görüşümüzdə sizə davam etdirəcəyik və sizə əlbəttə ki təqdim edəcəyik. Sağ olun, hələlik deyirəm.